Prezident İlham Əliyev ümumiyyətlə Avropa Siyasi Birliyinin sammitlərində mütəmadi olaraq iştirak edir. Sonuncu dəfə dövlət başçısı Birliyin Tirana və Kopenhagendə keçirilmiş sammitlərinə qatılmışdı. Dövlət başçısının İrəvanda baş tutan sammitə video əlaqə vasitəsilə qoşulması həm davam edən sülh danışıqları, həm də iki ölkə arasında etimad mühitinin inkişafı baxımından müsbət qiymətləndirilir. Azərbaycan prezidentinin videokonferans vasitəsilə həmən tədbirdə iştirak etməsi isə ayrıca bir əhəmiyyət kəsb edirdi. Mən düşünürəm ki, nəticə etibarilə bütün Avropa Siyasi Birliyinə üzv olan ölkələrin siyasi liderləri başa düşürlər ki, əgər Cənubi Qafqazda sülh lazımdırsa, onun açarı Azərbaycanın əlindədir və Azərbaycan prezidenti ancaq bunu təmin edə bilər. Ona görə də görünür, biz bilmədiyimiz alt qatlarda dərin bir diplomatik əlaqələr olub ki, Azərbaycan prezidenti burada iştirak etsin. Azərbaycan prezidenti iştirak etdi və cəsarətli, eyni zamanda uzaq görən və müdrik bir çıxış etdi. Azərbaycanın mövqeyini bir daha bəyan etdi ki, Azərbaycan sülh mövqeyinə sadiqdir. Ümumiyyətlə, sammitin Ermənistanda baş tutmasında Azərbaycan prezidentinin də razılığı olub. Bunu dövlət başçısı sammitdə çıxışı zamanı deyib. Prezident İlham Əliyevin də dediyi kimi, Azərbaycan və Ermənistan arasında sülh reallıq təşkil edir. Tərəflər arasında sülh prosesi uğurla davam edir. İlkin iqtisadi təmaslar baş tutur. Hətta ötən həftə baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Ermənistana səfər edib. Delimitasiya ilə bağlı bir sıra layihələr razılaşdırılıb. Təcrübə göstərir ki, kənar müdaxilələr olmasa, Azərbaycan və Ermənistan birbaşa dialoq quraraq ortaq məxrəcə gələ bilir. Sülhün əldə olunması kontekstində qeyd edə bilərik ki, Azərbaycan 1990-cı illərin əvvəlindən Ermənistana tətbiq edilən bütün tranzit məhdudiyyətlərini bir tərəfli qaydada aradan qaldırdı. Ermənistana yüklər Azərbaycandan tranzit keçməklə göndərilir. Bundan əlavə indiyə qədər Ermənistana Azərbaycan ərazisi vasitəsilə 28 min ton yük çatdırılıb. Azərbaycan hətta əlavə addımlar atdı. İlk dəfə olaraq öz neft məhsullarımızı, benzin və dizeli Ermənistana təchiz etməyə başlamaqla ticarət münasibətlərini qurduq. Bu vaxta qədər 12 min ton neft məhsullarımız Ermənistana ixrac edilib. Əsas odur ki, Azərbaycan Ermənistanla sülh prosesi irəli aparır. Bu təbii Naxçıvan cəmaəti üçün də olduqca vacib bir məsələdir. Dedik ki, biz 8 aydır sülh şəraitində yaşayırıq və bu proses davam olunacaq. Cənab Prezident eyni zamanda o trip layihəsində qabartdı ki, onu da öz demək olar ki, qəbul olmuş qərarlar əsasında irəli aparılacaq və o orta dəhliz mütləq şəkildə inşa olunub və istifadə olunacaq. Təəssüf ki, sülhün uğurla davam etdiyi bir dönəmdə Avropa Parlamentinin 30 aprel tarixində Azərbaycanla bağlı qəbul etdiyi qətnamə bu prosesi pozmağa hesablanan addım kimi qiymətləndirilir. Məhz buna görə ölkə başçısı sammitdə çıxışı zamanı Avropa Parlamentini tənqid edib. Əsas narahatlıq doğuran məqamlardan biri də budur ki, bu qurum yalnız Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin inkişafına maneə törətmir. Bu həm də regionumuzda uzun müddətli sülh və sabitliyin bərqərar edilməsi istiqamətində atılan addımlara qarşı çıxır, revanşist qüvvələri təhrik etməklə regionumuzu yenidən münaqişə ocağına çevirməyə cəhd göstərir. Bütün bunlar isə Avropa Parlamenti ilə əməkdaşlığın mahiyyətini heçə endirir. Regionda sülh istəməyən qüvvələr var. Onların içərisində hətta Azərbaycan prezidenti Avropa Parlament Assambleyasında göstərdi və əslində bu Avropa siyasi liderlərinə Cənubi Qafqaza və sülhə münasibətdə yenə inkluziv deyil, demək bunlar iki üzlü siyasət, ikili standartlara söykənən siyasəti davam etdirdiklərini əslində onların diqqətinə çatdırmış oldu. Yəni, hamı bilir ki, Avropa Parlamenti siyasi sistemin törəmə strukturudur. Əgər Avropa Siyasi Birliyinə üzv olan ölkələrin xarici siyasət idarələri ki, xarici siyasət təyin edilər müstəqil müxtəlif dövlətlərə münasibətdə, onların razılığı olmadan əlbəttə ki, Avropa Parlamenti belə bir qərar qəbul edə bilməz. Əgər biz dinamikaya baxsaq, Cənab Prezidentin çıxışındakı səsləndirdiyi rəqəmlərə, Azərbaycan Prezidenti dedi ki, biz müstəqilliyimizi əldə etdiyimizdən sonra, daha doğrusu ərazi bütövlüyümüzü bərpa etdikdən sonra 6 il müddətində Avropa Parlamenti Azərbaycana qarşı 14 qətnamə qəbul edibdir. Demək, burada özlüyündə bu rəqəmlər hər şeyi deyir. Nəyə görə uzun illik əməkdaşlıq tariximizdə bu qədər bizim əleyhimizə qətnamə olmadı, ərazi bütövlüyümüzü bərpa etdik, bu qədər qətnamə. Demək ki, bunu istəmirlər.
Bu isə əlbəttə sülhə mane olur. Məncə bu mesaj çox dəqiq verilən bir mesaj idi. Dövlət başçısının da dediyi kimi, prosesə mane olmaq istəyən tərəflərin bütün səylərinə baxmayaraq, Azərbaycan sülh gündəliyinə sadiqdir və Ermənistan baş nazirinin də şərhləri bunu aydın şəkildə göstərir. Bu arada Ermənistanın baş naziri Nikol Paşinyan sammitə çıxışı zamanı deyib ki, Azərbaycan prezidenti ilk dəfədir Ermənistanda keçirilən tədbirdə iştirak edir. Baş nazir bildirib ki, Azərbaycanla Ermənistan arasında sülh mövcuddur və heç kim xəsarət almayıb. Ötən dövr müstəqilliyimizdən bəri misli görünməmiş illərdir deyən Nikol Paşinyan 2028-ci ildə Avropa Siyasi Birliyinin sammitində iştirak etmək üçün Azərbaycana səfər edəcəyini ümid etdiyini bildirib. O qeyd edib ki, Azərbaycan lideri hazırki tədbirə videoəlaqə vasitəsilə qoşulub və gələcəkdə Bakıda keçiriləcək sammitdə şəxsən iştirak etməyi planlaşdırır. Paşinyan isə Azərbaycan Paşinyanla konstruktiv dialoq aparır. Paşinyan əslində öhdəlik götürüb müəyyən Qarabağdan əl çəkməklə bağlı qarşılıqlı ərazi bütövlüyü tanıyıb qorumaqla, Azərbaycan sərhədlərin delimitasiyasını həyata keçirməklə bağlı Azərbaycanla o konstruktiv münasibətlər davam olunacaq. Onu da demək istəyirəm ki, Paşinyan açıq deyib ki, belə bir sammit Bakıda olanda durub gələcəm. İnşallah o vaxta kimi referendumda keçirərlər və biz sülh müqaviləmizi də imzalayarıq. Qeyd edək ki, 2028-ci ildə Avropa Siyasi Birliyinin sammiti ölkəmizdə keçiriləcək. Bütün beynəlxalq tədbirlərə layiqincə ev sahibliyi edən Bakı prinsipcə belə bir sammitə də hazırdır. Turab Hacızadə, xanım Rüstəmzadə, NTV Xəbər.